Amerika Birləşmiş Ştatlarının New York şəhərində fəaliyyət göstərən qabaqcıl ali təhsil ocaqlarından biri olan Kolumbiya Universitetində Xocalı soyqırımının 34-cü il dönümünə həsr olunmuş Xocalıya ədalət sərgisi açılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan sərgidə New Yorkda fəaliyyət göstərən MyWay Uşaq və Gənclərin Yaradıcılıq və İnkişaf Mərkəzinin sənət direktoru Emin Quliyevin tələbələrinin Xocalı soyqırımına həsr olunmuş 25 əsəri nümayiş olunub. Mənim adım Emin Quliyevdir. Mən artıq 14 ildir ki, MyWay mərkəzində bədii rəhbər vəzifəsində çalışıram. Biz Amerikalı uşaqları Azərbaycan mədəniyyəti ilə tanış etməyə çalışırıq. O cümlədən Azərbaycana həsr olunmuş sərgilər və digər tədbirlər keçiririk. Bugün də burada tələbələrimizin Xocalı fəcəsinə həsr etdiyi 20 qrafik əsəri nümayiş etdiririk. Rəssamın Xocalı soyqırımının qurbanlarına ithaf etdiyi Qəzəb adlı büstü də qonaqlara təqdim olunub. Bu heykəl Qəzəb adlanır. Bu yaşlı bir kişinin portretidir. Mən bu əsərdə yazığı gələn xalqı yox, əksinə üzündə qəzəb, düşmənlə vuruşmaq və məğlub etmək əzmi olan qocan kişinin portreti göstərmək istədim. Mənim adım Dəniz Muşaylovdur. Mən də MyWay Sənət Məktəbinin şagirdiyəm. Çəkdiyim bu rəsmdə müharibənin birbaşa döyüşlərdə iştirak etməyən insanlara, xüsusilə qadınlara, uşaqlara və ailələrə necə təsir etdiyini simvolizə etmək istədim. Uşaq arabası məsumluğu və uşaqlığı simvolizə edir. Arxa plandakı tanklar isə müharibənin real üzü ilə ziddiyyət yaradıb. Bu əsərlə həmin dövrdə necə dəhşətli hadisələrin baş verdiyini və nə qədər günahsız insanın qətl edildiyini göstərmək istədim. Bunun çox vacib olduğunu düşündüm. Xocalıda yaşananlar çox kədərlidir. Belə bir şeyin baş verməsi insanı qəzəbləndirir. Mən Rebecca Yevdayeva, MyWay Sənət Məktəbinin şagirdiyəm. Mənim əsərimlə biz sərgidə olan digər ağ-qara fotolarla kəskin ziddiyyət təşkil edən bir şey etmək istədik. Burada mən xüsusilə rəngi və həyatı, eləcə də faciədən əvvəlki Xocalını nümayiş etdirən bir əsər yaratmışam. Əsərimdə Xocalıda dağlara açılan pəncərə mənzərəsini görürsünüz. Mən bu əsərdə orada baş verənlərin tam əksini göstərməklə Xocalının müharibədən əvvəl necə möhtəşəm və gözəl bir şəhər olduğunu vurğuladım. Xocalı haqqında sənədli filmə baxanda orada baş verən vəhşiliklər məni dəhşətə gətirdi. Mənim adım Əzizdir və mənim 13 yaşım var. Bu şəkli internetdən tapdım və o Xocalı faciəsi haqqındadır. Bu şəkildə ermənilər tərəfindən səbəbsiz yerə qətlə yetirilən bacı və qardaş təsəvvür olunub. Burada bacı öz qardaşını xilas etməyə çalışır. Xocalıda baş verənləri görəndə heç bir günahı olmadığı halda vəhşicəsinə qətlə yetirilən azərbaycanlılara qarşı böyük mərhəmət və həmrəylik hiss etdim. Sərgidə həmçinin New Yorkda fəaliyyət göstərən Azərbaycanlı rəssam Çingiz Musayevin 2 əsəri nümayiş olunub. Mənim adım Çingiz Musayevdir. Mən Amerikaya 30 il yaşayıram, 95-ci ildən köçmüşəm. Mən bura gələndə, birinci dəfə yadımdadır, mən uşaqlıqda sinifdə apardım, göstərdim Xocalı hadisələrini ki, Azərbaycanlı tanısınlar o vaxtı. Bunlar da mənim əsirlərimdir. Bunun ismi Mamadır. Uşaqdır, qorxudan qaçır anasına. Dünya yanır qaldı arxasından. Bu da şeydir, dünya, yəni hər yer yanıb, bu adam da Allahdan kömək istəyir. Yəni yalvarır ki, nə olar kömək olun, gör nə olmuş. Yerin altında dünyasıdır, dünyası yanır.